Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün qəşəng kurabiyə hazırlayıram çayla içməyə. Reseptin dəqiqliyi ilə qeyd eləyəcəm. Yağı əritmişəm qəşəng tortası ilə. Mən xoşlayıram yağın tortasını, çox dadlı, ləzzətli olur ondan peçenya hazırlayanda. İnanın ki, yağdan ləzzətli olur. Yağın öz yağını, kərə yağı ilə pişirirsən, ondansa tortası ilə ləzzətli olur, çox dadlı olur. Elə bil qatıq süzməsidir, yumurtadır, şəkər tozudur. Ondan kəsmidir. Əlimə gələnlə mən həmişə belə hazırlayıram. Evdə nə var, üst-üstə əlavə edirəm. Biraz da buna duru yağ əlavə eləyirəm. Qəşəng xəmirin eləyirəm. Ləzzətli peçenyalar hazırlayıram. Vanil vurulur, kabartma vururam bir paçka. Hamısını qəşəng bir-birinə qarışdırıram. Onun əlavə eləyirəm. Tez başa gəlir. Bax, çayını doldurun, qoyun, çay qoyun. Çay qaynayana qədər. Mən sobanı da salıram qızmaq üçün. Bunu hazırlayıram. Elə isti sobaya hazırlayıram əlimdə. Vururam, bir 15-20 dəqiqəyə hazır olur. Qəşəng bişir, hazır olur. Tez-tez bişirirəm mən. Hər yağ əridəndə yığıram qəşəng tortasını. Çünki çox ləzzətli olur. Yüngül qəşəng çayla içməyə hazırlayıram. Üzərində batırıram şəkər tozuna. Şəkər tozu da istəyirsiniz eləməyin, elə belə sadə qoyun. Bişsin. Hardasa bir 170 dərəcədə, 160 dərəcədə qoyuram. 15-20 dəqiqəyə hazır olur. Çay qaynayana qədər qəşəng çayı dəmləyirsən, sobadan çıxır, ləzzətlə çay içirsən. İnşallah siz də hazırlayın. Yağdan da eləyə bilərsiniz. Məsələn, yağ əridirsinizsə, yağı əridin, azdırsa 1 kilo, 2 kilo əridin, biraz bir-iki dəfə əridin, yığın qəşəng tortanı. Ondan sonra bişirin. Mən tortanın peçenya hazırlayanda elə bax, kərə yağı da əlavə edirəm, tortanı da əlavə edirəm. Onda da lapday, ətri də gözəl olur, dadı da. Qəşəng kurabiyələrim bişdi, ləzzətli, ətirli. Abunə olmağı unutmayın, xahiş eləyirəm. Yeni çəkmişəm bu YouTube kanalıma. Bəyənin, abunə olun. Sağ olun, sağlığın.